Payız-qış mövsümünün yaxınlaşması, havaların soyuması ilə əlaqədar kəskin respirator viruslarda, infeksiyalarda baş qaldırıb. O cümlədən qripin yayılma riski də ölkəmizdə artıb. Bununla bağlı da nə olur? Ölkəmizə vaksinlər gətirilib təbii ki. Vaksinasiya prosesinə oktyabrın 8-dən etibarən start verilib. Bakıda qrip peyvəndlərinin vurulma məntəqələrinin siyahısı və həmin tarixdən bugünə kimi qrip əleyhinə peyvənd olunanların sayı da açıqlanıb. Bu barədə isə bizə daha ətraflı əməkdaşımız Ayşə Rızayeva məlumat verəcək. Buyurun Ayşə. Salam Ayşə, buyurun efirdəsiz. Efirdəsiz, buyurun. Salam Aydın, salam Aysel, hər vaxtınız xeyir olsun. Bəli, sizin də qeyd elədiyiniz kimi Azərbaycanda hər il payız mövsümündə qrip əleyhinə peyvəndləmə prosesinə başlanılır. Bu il prosesə oktyabr ayının 8-dən etibarən start verilib və hazırki dövrə qədər 900-dən çox şəxs, daha dəqiq desək 977 vətəndaş vaksinasiyada iştirak eləyib. Təbibdən verilən məlumata görə bu il vaksinasiyada peyvəndləmədə iştirak eləyənlərin yüksək aktivliyində yaşlılar daha çox olublar. 60-65 yaşda olan şəxslər çoxluq təşkil eləyiblər. Ümumi peyvənd dünyada 60 ildən çoxdur ki, mövcuddur və 60 ildən çoxdur ki, mövcuddur və qrip əleyhinə peyvənddən danışmışkən, bu qripdən insanları 70%-ə qədər qoruyur və ağırlaşmaların qarşısını alır. Mən ümumi ötən ilki rəqəmlərlə bağlı da məlumat vermək istəyirəm. Ötən ilin sentyabrından bu ilin yanvar ayına qədər ümumilikdə respublikada 34 mindən çox şəxs qrip əleyhinə peyvənd vurdurub. Bəs hal-hazırda Bakıda və bölgələrdə vəziyyət necədir? Ümumi neçə məntəqə yaradılıb? Bizə bununla bağlı daha ətraflı məlumatı infeksionist Almaz Qasımzadə çatdıracaq. Xoş gördük Almaz xanım, hər vaxtınız xeyir olsun. Bir sayılı şəhər poliklinikasının həkim infeksionisti Qasımzadə Almaz. Bilirik ki, hal-hazırda payız-qış mövsümündəyik və payız-qış mövsümü bir çox infeksion xəstəliklərin, daha çox kəskin respirator xəstəliklərin alovlandığı aylardır. Bu xəstəliklərdən biri də bildiyimiz qrip virusudur. Ölkəmizdə şəhər və regionlarında hal-hazırda qrip virusuna qarşı müxtəlif əks-epidemik tədbirlər, maarifləndirmə işləri aparılır. Bunlardan da ən önəmlisi peyvəndləmədir. Gördüyünüz kimi hal-hazırda yəni bizim poliklinikamıza müraciət edən vətəndaşlar var. Peyvəndləməkdən ötürü ölkə daxilində isə 61 ilkin səhiyyə xidməti göstərən, təbib tabeliyində olan müəssisələrə, yəni peyvəndləmə başlamışdır artıq bir neçə gün ərzində. Peyvəndlər Fransanın Sanofi firmasına məxsusdur. 4 valentli qripin 4 valentli yəni ştamına aiddir. Bu 2A və 2B ştamına qarşı yəni peyvənd qoruyucu gücə malikdir. Peyvəndə yaxınlaşan şəxslər, belə deyək, 6 yaşdan yuxarı bütün vətəndaşlara bu peyvəndi tətbiq eləmək olar. Müraciət edənlər arasında yaşlı nəsil daha çoxdur. Amma yəni bildirim ki, heç bir əks göstərişi, əlavə təsiri olmadığına görə, yəni bütün xroniki xəstəlikləri olan vətəndaşlar, eləcə də hamilə qadınlar, süd verən analar, yəni ürəkli olaraq yəni yaxınlaşıb peyvənddən yararlana bilərlər. Peyvəndin, belə deyim, virusun neytrallaşdırma müddəti peyvənd tətbiq olunandan 2-3 həftə sonra başlayır. 6 aydan 1 ilə qədərsə orqanizmdə qalır və vətəndaşlarımızı qrip virusundan qoruyur. Peyvəndləmə tam könüllü şəkildədir, ödənişsizdir. Yəni, hər bir vətəndaş özünə yaxın məntəqəyə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb peyvənddən yararlana bilər. İlk öncə kimlər peyvənd olunmalıdır? İlk öncə, yəni belə deyim, hər hansı bir xroniki xəstəliyi olan şəxslər, immunitetində problem olanlar, daha yəni yaxşı olar ki, belə deyim, məktəblərdə, bağçalarda səhiyyə xidməti göstərən şəxslər peyvənd olunsalar, çünki onlar daha çox risk qruplarıdır, yəni daha yaxşı olar. Amma belə, yəni ümumiyyətlə hamının peyvənd olunması, yəni məsləhətdir. Çox sağ olun, təşəkkür edirik Almaz xanım. Bəli, biz peyvəndləmə ilə bağlı daha ətraflı məlumatı öyrəndik. Buyurun, artıq bizim çatdıracaqlarımız bunlardan ibarət idi. Sözü yenidən sizə ötürürəm. Təşəkkür edirik Ayşə, ətraflı məlumata görə. Sizə də, müsahibinizə də təşəkkür edirik. Bu peyvənd məsələsi, mən deyərdim ki, Covid-19-da 2020-ci 19-cu illərdən sonra daha geniş yayıldı və bizdə bir peyvənd mədəniyyəti, peyvənd mədəniyyəti formatı. Düzdür, uşaq vaxtı, yəni körpələrə vurulan peyvəndlər ayrı məsələ.
Bəli, vaksinlər ayrı məsələ, ancaq ümumi peyvəndlənmə, virusdan qorunmaq, infeksiyadan qorunmaq üçün təbii ki, peyvənd qorunma tam demək deyil. 70% həkim infeksiyanistinin 70% qorunmalı və xəstəliyi keçirməyəcəksən demək nə son deyil? xeyli dərəcədə kömək edir. Yəni gripə yoluxmamaq üçün doğrudan da yoluxursun, yəni sadəcə yüngül simptomlarla, yəni virus, daha doğrusu peyvənd olunmayan şəxslə peyvənd olunan şəxs arasında yəni kəskin fərq olur xəstəliyi keçirməkdə. Ona görə də peyvənd olunan şəxs həmin o qripi, infeksiyanı və digər xəstəlikləri yüngül formada rahat bir şəkildə keçirə bilir. Bəli, elə qeyd olundu ki, oktyabr ayının 8-dən artıq bu peyvəndləmə prosesi başlayıb. Ona görə də valideynlər laqeyd yanaşmayın, övladlarınızı aparın və peyvəndləmədən